Salam əzizləyicilər, sizlərlə mən yenidən Rafael. Artıq həftəlik xəbər bloqumuzun 3-cü buraxılışındayıq. Yenə də sizin qarşınıza Azərbaycan futbolunda baş vermiş yeni xəbərlərlə gəlmişəm. İlk xəbərimiz Qarabağın Çempionlar Liqasındakı əsas rəqiblərindən biri olan Napoli barəsindədir. Napolidə çoxlu oyunçular zədələnməyə başlayıb. Napolidə zədə epidemiyası yayılıb. Son olaraq da Angisa zədələnib. Mən indi hal-hazırda Napolidə zədəli olan oyunçuların adlarını sizə açıqlayacağam və siz də təəccüblənəcəksiniz. Ayın 25-i keçiriləcək Napoli-Qarabağ oyununa Napolinin demək olar ki, əsas heyət oyunçularından bir çoxları zədəli olaraq gələcək. Bu da Qarabağ üçün şad xəbərdir demək olar ki. İndi isə keçək siyahıya. Hansı oyunçular zədəlidir? Diqqətlə qulaq asın. Romelu Lukaku, KDB, yəni Kevin De Bruyne, Angisa, qapçıları Alex Meret, müdafiəçiləri Leonardo Spinazzola və Gilmer zədəlidir. Hal-hazırda Napolinin baş məşqçisi Antonio Conte'nin bir çox problemləri var ki, klubda həll eləməlidir. Antonio Conte'nin son verdiyi intervyuda da komanda daxilində psixoloji olaraq oyunçular arasında çox böyük problemin olduğunu qeyd elədi. Antonio Conte'nin qeyd etdiyinə görə bəzi oyunçular var ki, heyətdə ürəklərini meydançada qoymur və bu komanda daxilində çox böyük problem yaradır. Ümid eləyək ki, bu problemləri Qarabağla oyundan sonra həll eləməyə çalışsınlar. Qarabağa belə bir şansı yaransın. Ümid eləyək ki, Qarabağ xal və xallarla Napolidən geri dönər. Keçək ikinci xəbərimizə. İkinci xəbərimiz də Napoli-Qarabağ oyunu ilə bağlıdır. Napolidə biletlər artıq satışa çıxıb. Biletlərin minimal qiyməti 110 AZN-dir. Hal-hazırda səfər komandası üçün 2480 yer ayrılıb. Əgər kimlər İtaliyada yaşayırsa, Napoli şəhərinə yaxındırsa, gedib bilet alıb Qarabağı dəstəkləyə bilərlər səfərdə. Buradan Napoli ilə oyunda Qarabağa uğurlar arzu edirik. Növbəti xəbərimiz isə Sabah klubunun baş məşqçisi Dambrauskas-la bağlıdır. Dambrauskas Azərbaycanın ən məşhur kəndlərindən biri olan Xınalıq kəndinə gəzməyə gedib. Orada yerli uşaqlarla futbol oynayıb, qonaq olub, bəzi insanların evində çaylarını içib, yeməklərini yeyib və çox gözəl şərhlər verib Xınalıq kəndi ilə bağlı. O, dağların əzəməti, yerli xalqın qonaqpərvərliyini tərifləyib və qeyd edib ki, belə yerlərin olmağı məni çox sevindirir. Mən özüm sevirəm belə yerləri gedib gəzməyə və Azərbaycanın da bir çox gözəl yerlərin ümid edirəm ki, gəzəcəm. Növbəti xəbərimiz Mateo Silva ilə bağlıdır. Qarabağın sağ cinah müdafiəçisi Mateo Silva FC 26 oyununda UEFA-nın Prime Time oyunçular siyahısına daxil edilib. Mateo Silva'nın son oyunlarda Çempionlar Liqində göstərdiyi performans nəticəsində o artıq FC 26 oyununda ən yaxşı sağ cinah müdafiəçilərindən, formda olan oyunçulardan biri hesab olunur. Ümid eləyək ki, bu gözəl formunu davam etdirər və Qarabağa uğurlar qazandırar. Növbəti xəbərimiz Sabah klubu ilə bağlıdır. Sabah klubunda məşqçilər heyətində olan Cristian Ceballos artıq İtaliyanın Fiorentina klubunun məşqçilər heyətinə gedib. O, Sabahla olan müqaviləsini qarşılıqlı olaraq fəsh edib və Fiorentina klubu ilə müqavilə imzalayıb. Ona da karyerasında uğurlar diləyirik. Növbəti xəbərimiz Neftçinin əfsanəvi oyunçularından biri olan Flavinio ilə bağlıdır. Flavinio Instagramda açdığı canlı yayımda azərkeşlərdən gələn suallardan birini cavablayarkən qeyd etmişdi ki, biz 3 mövsümə 5 kubok qazandıq, lakin indiki oyunçular 5 mövsümə 1 kubok belə qazana bilməyiblər. Bəlkə də Flavinio bu deyimləri ilə bu oyunçulara biraz daha çox stimul verər ki, Neftçi uğurlar qazana bilsin. Növbəti xəbərimiz isə Turan Tovuz klubu ilə bağlıdır. Xəbəriniz olduğu kimi Turan Tovuz artıq öz yeni stadionuna qovuşdu və ilk oyununda orada keçirdi. Lakin ilk oyunda ən çox yadda qalan hissə isə əlbəttə ki, ot örtüyü oldu. Ot örtüyü çox gözəl görsənirdi, lakin göründüyü kimi oyuna tam hazır değildi. Ot örtüyünün tam hazır vəziyyətə gəlməyini gözləməyən Turan Tovuz rəhbərliyi 150 min manat ziyana getdi və oyundan da görüntülərdən siz görəcəksiniz ki, ot örtüyü necə tez bir zamanda bərbad hala gəlmişdi və bu Turan Tovuz rəhbərliyi stadionun qazonunun cavabdeh olan şəxs Phil Sharps'la məsləhətləşmədiyinin, ondan razılıq almadığına görə hal-hazırda 150 min manat ziyana getdi. Növbəti xəbərimiz Turan Tovuzla bağlıdır. Turan Tovuzun kubok oyununda növbəti bir debutant oyunçu var idi ki, hansı ki bu mövsüm ilk oyuna çıxmışdı. Bu Mircamal Əlizadədir. 20 yaşlı gənc istedadlı oyunçu keçən mövsüm Qurbanberdiyev tərəfindən əsas heyətə gətirilmişdi. Liqamızın son oyunda Kəpəzlə oyunda debüt etmə şansı qazanmışdı. Bu mövsümdə ilk oyununa kubokun ikinci təsnifatında Dinamoya qarşı keçirmişdi. Bir çox azərkeşlər və məşqçilər tərəfindən də oyunu bəyənilmişdi.
Əsasən də bəzi azərkeşlər şərh bölməsində onu Pedriyə bənzətmişdilər. Oyun baxımından ümid eləyək ki, Mircamal Əlizadə karyerasına çox böyük uğurlar qazanar, Turan Tovuzun əsas heyətinə düşər və Azərbaycan futbol sevərlərini sevindirər. Bir neçə gün əvvəl internetdə bir video yayıldı ki, Kürdaxanada bir sakin öz həyətini futbol meydançası edib və oradakı uşaqlara futbol dərsi keçirdi, onlara futbol oynamağı öyrədirdi və AFFA nümayəndələri də, AFFA rəhbərliyi də bunu göz ardı eləmədi. Millimizin baş məşqçisi Ayxan Abbasov və bir çox AFFA nümayəndəsi Kürdaxanaya gələrək Zakir Əliyevə öz dəstəyini göstərdilər. Yerli uşaqlarla görüşdülər, onlarla şəkil çəkdirdilər, onlarla biraz futbol oynadılar və bir çox hədiyyələr verdilər. Zakir Əliyev də AFFA nümayəndələrinin və baş məşqçinin gəlib onları ziyarət etməsindən çox sevincli oldu və öz fikrini açıqladı. İndi isə onun fikrini sizinlə bölüşəcəm. Stat. Mənim fəaliyyətimi işıqlandırdıqdan sonra elə bir nəticə əldə olunmasına görə çox minnətdaram. Düzünü desəm, AFFA nümayəndələrinin və milli komandanın baş məşqçisinin bizə gələcəyini eşidəndə sevincimdən az qala ürəyim yerindən çıxacaqdı. Əmək və zəhmətimin dəyərləndirdiyini görmək çox xoşdur mənə. Bu, futbola daha çox töhfə vermək və uşaqlara peşəkar karyera yolunda dəstək olmaq üçün mənə əlavə motivasiya verdi. Statın sonu. Beləliklə növbəti videomuzun da sonuna gəldik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.